Salam aleyküm dostlar. Sizdən bir xahişim telefonların səsini alaq. Arxada yaxşı eşidirsiniz? Şükür. Adım İlkin, soyadım Həsənzadə. TNS sağlamlıq məhsulları ilə bağlı sizə məlumat verəcəm. Amma mövzumuz çox geniş olacaq. Yəni, ancaq bunların izahı olmayacaq. Mövzu geniş mövzudur. Müasir sağlamlıq bilgilərini əhatə edir. Çalışın, diqqətli olun, qeydlər aparın. Burada eşitdiyiniz məlumatlar sizə 10 il sonra belə hava su kimi lazım olacaq. Kimin sualı olsa, təlim sonunda yaxınlaşıb sualını verə bilər. Təlim vaxtı sual xahiş edilən verməyin, çünki digərlərinin də diqqəti çaşır. Qeyd aparın. Sual oldu, qeydlər edin. Sizcə, dünyada sağlam insanlar ki var, indiki dövrdə, cəmi 5%-dir. Bu 5% insanlar sağlam olmaq üçün nəsə eləyirlər, yoxsa sadəcə sağlamdırlar? Qoruyublar. Nəsə eləyir. Nəsə eləyirlər. Yaxşı. İndi bir dənə də sual verin. Bəs 100 il bundan qabaq sağlam qalmaq üçün nəsə eləmək lazım idi? Yox. Yəni, razılaşaq ki, bugünkü gün heç nə eləməsin, sağlam qala bilmirsən. Belə dedi, dəyişilmiş vəziyyətlər var, ekologiyadan tutmuş qidaya qədər. Onlarla bağlı danışacaq. Xəstələr 15%-dir, xəstəlik önü vəziyyət 80%-dir. Bu, dünya statistikasıdır. Yəni, bizim ölkədən kənara çıxmışıq biz. Xəstələr 15% say azdır, çünki xroniki xəstəliklərlə o qədər uğraşırlar deyə ömürləri uzana bilmir ki, orada adam sayı çox olsun. Ən çox say buradadır. Bu adamlar xəstə deyirlər. Bəziləri onlardan özlərin sağlam hətta zənn eləyir. Amma onlar xəstəlik önü vəziyyətdədir. Bunlar hansı vəziyyətlərdir? İldə 4 dəfədən artıq qrip tutulan, soyuqlayan və s. Yaddaş problemi olan adam. Yəni, qapını kilitlədi, getdi, yadında qalmayıb ki, kilitləmişəm yoxsa yox. Qazı bağladı, yadında qalmır ki, qazı bağlamışam yoxsa yox. Qonşuya deyir ki, get bir dənə bax hələ, qazı bağlamışam. Bir insanla əsəb keçirtdi, digər insan o əsəbi tökən insan. Onun da sinirləri qaydasında deyil. Havadan asılı olaraq əhvalı dəyişən adam. Ara sıra haralarındasa ağrısı olan adam. Vaxt aşırı qızqırmadan əziyyət çəkən adam. Vaxt aşırı köpdən əziyyət çəkən adam. Maşınla uzun yol gedəndən sonra başı gicələnən, ürəyi bulanan, nə bilim, başqa bir problemləri olan adam. Bəli, müəyyən yerləri ağrıyan adam. Biraz iş görüb 2 gün hərəkət eləyə bilməyən adam. Bunlar hamısı xəstəlik önü vəziyyət. Hətta gizli durumlar da var. Məsələn, ürək damarlarında tutulma gedərsə, 3 damardır. Hər üçü 30-40% tutularsa, adam zahirən heç bir narahatçılıq hiss eləməz. Hətta elə bilər ki, tam sağlamdır. Amma xəstəlik önü vəziyyətdir. Əslində siyahı çoxdur, amma əsas odur məzmunun başa düşəsiniz. Demək dostlar, bu sağlamlıq durumuna ümumiyyətlə cəm olaraq bu faktorlar təsir edir. Yaşılla olanlar cəm 40%-dir. Amma 40% olmağına baxmayaraq bizim gücümüz çata bilməyəcək məsələlərdə olar. Yəni, biz ekologiyanı dəyişə bilmərik. İqlim dəyişikliyi gedir, özünüz də görürsünüz. Tullantılar çoxalır havada, hava ağırlaşır, radiasiya artır, ozon təbəqəsi nə bilim dağılır və s. Bu tipli problemlər olur. Dünyada çox az faizlə ekoloji təmiz zona var. Orada da insan yaşamır. Digər yerlər ekoloji natəmiz sayılır. Yəni, radiasiya və s. var. Stresi biz azalda bilmərik. Biz təcrid ola bilmərik də, yəqin ki, razısınız. Gedib harasa gizlənə bilmərik. Biz cəmiyyətdə olmalıyıq. Xüsusən də dolanışıq, təhsil, hər bir şey böyük şəhərlərdədir.
Məsələn, ucqar kənddə olan adam tədrisində də, səhiyyəsində də, qidasında da çətinliklər çəkə bilər. Ona görə hamı şəhərə qaçır. Şəhərdə inkişaf var, amma stres çoxdur. Və inkişaf nə qədər artarsa, stres azalmaz, stres artar. Çünki qədim insanların, qədim bir filosofun sözü var, inkişaf nə qədər çox olarsa, bir insan dəyəri bir o qədər aşağı düşər. Yəni, bu bizdə çox yaxşıdır vəziyyət. Məsələn, Avropa ölkələrində həkim qəbuluna düşmək aylar vaxt tələb edir. Aylarla vaxt lazımdır ki, həkim qəbuluna düşəsin. Növbəyə yazılırlar 2 ay qabaq uziyə düşmək üçün. Yəni, bizdə çox yaxşıdır. Çox, qabaqda yox. Həkimin qəbuluna uşağı salmaq üçün həkimin 38 üstü temperatur olmalıdır uşaqda. 38-6 temperatura felçer baxır. Yəni, stres o inkişaf eləmiş ölkələrdə biz deyirik inkişaf edib. Orada bizimkindən çoxdur. Yəni, stres azalmaz. Kimya sənayesi azalmaz. Bu bizim həyatımızdadır. Biz onu dəyişə bilmərik. Məsələn, 2 kilo yarımlıq tort götürək, 50 manat onun qiymətidir. Bir sinifdə 30 nəfər adam varsa, ayda nə bilim, ən azından 2 dənə alınırdı o tortdan, düzdürmü? İndi sual verəm, 50 manata qiyməti olan 2 kilo yarımlıq tort təbii yağdan ola bilərmi? Ola bilməz. Və bizim uşaqlarımız elə uşaq ikən qəbul edirlər. O trans yağlar bilirsiniz, onlar nə qədər temperaturda bədəndən çıxırlar. Gərək bir 40 dərəcə adamın qızdırması olsun ki, o ərisin çıxsın. Yəni, kimya azalmayacaq. Saqqız götürək, limonlu saqqız. Həqiqi limon olsa orada, onun qiyməsi 80 qəpik olmaz, 8 manat olar. Orta məktəb kimyada izahları var onların. Sənayedə rəng verici, qoxu verici, dad verici necə istehsal olunur? Sintetik yolla istehsal olunur. Və biz bütün bunları veririk bədənə. Bir var ki, yavaş-yavaş verək, bir var ki, birdən-birə veririk. Bu birdən-birə verilmək nəticəsində orqanizmdə istər-istəməz yüklənmə gedir. Qaraciyər, immunitet sistemi və s. İrsiyyatı ümumiyyətlə dəyişə bilmərik. O bizləndir. O bizləndir. Yəni, bu yaşılı biz dəyişə bilməyəcəyik. Amma buna gücümüz çatır. Burada faiz nisbəti çoxdur. Burada bəzi məsələlər var. Əslində, biz burada elə dəyişiklik eləyə bilərik ki, oranın mənfiliyi heç ümumiyyətlə bizə təsir eləməz. Burada elə bir şeylər eləyə bilərik. Və əksinə, burada heç nə eləməsək, o da təsir eləyər. Bu da mənfi təsir eləyər. Bizim yeməyimizin məqsədi. Kim özünə o sualı verib? Biz nə üçün yeyirik? Nə yeyirik yox. Biz nə üçün yeyirik? Yaşamaq üçün. Biraz dərinə geçsək. Yaşamaq üçün yeyiriksə, sadəcə mədəni dolduraq da. Mədən nə ilə gəldi? Dolduraq, yaşayacaq. Belədir ki, kimsə düşünür. Yəni, bizim yeməyimizin məqsədi var. Biz yeməkdən müəyyən maddələri almalıyıq. O maddələr orada solda bəziləri izah olunur, bəziləri göstərilib. 100-ə yaxın maddədir. Bunların bəziləri orada göstərilir. Kalsi, sink, maqnezi, selen, D vitamini və s. Bunları bizim bədən hər gün gözləyir. Hər gün. Yəni, bir gün kalsi verdi, ikinci gün vermədi. Bu elə deyil. Orqanizmə əziyyət olacaq. Biz hər gün bu 100 maddələrin içindən kalsium almalıyıq 1000 milliqram. Ümumdünya Səhiyyə Təşkilatının hesablamayına görə, laborator hesablamasına görə biz ala bilirik 300-400 milliqram. Nə qədər çatmır? 600-700 çatmır. Ürək kalsiumla döyünür. Sinirlər kalsiumla işləyir. Biz yuxu görürük ya, kalsium işlədirik. Torpaq şumladıq, ya fiziki iş gördük, tərlədik. Qara paltardayıq, tərlədik, bütöv paltar tər oldu. Çıxartdıq, gətirdik, astıq.
qurudu. Quruyandan sonra üstünə nə qalır? O ağa hamısı bunların duzlarıdır. İtirdik. Və nə qədər çox itiririksə, bir o qədər özümüzü yorğun, halsız hiss edirik. Ta sabahki günə qədər. Düzdürmü? Nə qədər çox itirdik, adi su ilə özümüzü rahatlaşdıra bilmirik. Ayran içəndə biraz rahatlıq tapırıq. Niyə? Çünki ayranın tərkibində nisbətən bunlar var. Aydındırmı? Eyni şey belə deyək, zehinsel prosesdə də olur. İşlədirik, işlətdiyimizin əvəzini bədən gözləyir. Amma biz bədənə hələ bunlardan danışmırıq. Bunun 1000-in əvəzinə 300-400 yeməklə ala bilirik. Yeməklə bağlı söhbət eləyəcəyik. Yeməklərin tərkibi get-gedə zənginləşməz. 100 il bundan qabaq, 1936-cı il ya 37-ci ildə Amerika Konqresinin bəyanatına görə torpaqlar tükənib və o torpaqlardan yığılan dənli bitkilər olsun və başqa tərəvəz meyvə olsun, orada yetərincə vitamin yoxdur. Belə bir bəyanatla Amerika əhalisinə Konqres belə deyə də çıxış edib. 100 il keçib üstündən. Bizim torpaqlarımız bəyəm daha zənginləşib. Yox. Biz sadəcə həmən bitkinin genini dəyişmişik ki, münbit olmayan, stres artır, maşın səslərini eşit. Biz münbit olmayan torpaqda geni dəyişilmiş bitkini əkirik və o münbit olmayan torpaqda da bar verir bizə. Amma o bitkinin tərkibində lazım olan şeylər azdır. Pomidordan pomidor qoxusu çox nadir hallarda almaq olur. Xiyardan xiyar qoxusu çox nadir hallarda almaq olur və digərləri də belədir. Bəs yaxşı, nə baş verir biz bu kalsini bədənə verməyəndə? Maraqlı bir şey baş verir. Bizim kalsi depomuz var. Sümüklər. Neçə dənə sümüyümüz var? 206 sümüyümüz var bizim bədəndə. Bu sümüklərə biz kalsini depolamışıq. Ana bətnində olarkən süd yeyən vaxtlarımızda depolamışıq. Uşaqlıqda axşamlar bizə süd verəndə depo yığmış bura. Orqanizm yerdə çatmayan kalsini, buradakı kalsi PO4 fosfat formasındadır, yuyur qana. Bu qədər bəsit. Hər gün yuyur qana. Hər gün. Sümükdə nə baş verir? Yiyilmə, kəmik əriməsi, türklər deyirlər. Osteoporoz elmi adıdır. Və sümük yavaş-yavaş kövrəkliyi yaranır. Hələ o mövzuya gedəcək. Bu kalsi fosfatı bizim bədən hüceyrəsi, ürək əzələsi bu formada mənimsəyə bilmir. Ürək əzələsinə nə lazımdır? O parçalansın kalsi iyona. Əks halda o mənimsəyə bilməyəcək. Sümükdən yuyulan kalsi fosfatın parçalanması üçün fosfat ayrılsın, kalsi ayrılsın, digər maddələr də lazımdır. Bir 13-14-ə yaxın maddə lazımdır. Biz bunların da qıtlığından üzləşmişik. Sink 20 mg lazım olduğu halda biz 8 mg yeyə bilirik qida ilə. Maqnezi 500 mg lazım olduğu halda biz 250 mg ala bilirik. Selen 150 mikrogram lazım olduğu halda biz 80 mikrogram ala bilirik və s. Siyahı böyüdür. Bunların qıtlığı ucbatından və ferment çatışmaz. Bunlardan fermentlər əmələ gəlir. Plus bütün o prosesi nəzarət edilir. Müşayiət eləyəni var, katalizator işləyəni var. Bunların çatışmazlığı ucbatından sümükdən yuyulan kalsiumun çox hissəsi parçalanmır. Sadəcə qanda dövr eləyir. Qanda dövr eləyərkən qanın qatılığını artırır. Xaş yemisiniz də yəqin ki. Xaşdan sonra nə olur adam? Ağırlaşır, halsızlaşır. Xaşı da sümüyü qaynadanda həmən kalsi fosfat suya çıxır. Xaşın suyu var, qatı olur sonraya. Eyni prosesdir. Biz yeməklə bədənə kalsi yetərincə verməyəndə də qana sümükdən yuyulur və yerbeyer olmaq üçün parçalana bilmir. Qalır qanda, qanın qatılığını artırır. Aydındırmı? Mexanizm budur. İndi belə deyək, hamilələrdə məsələn deyək, tələbat 1000 yox, 1500-dür. Nə qədər çatmır hamilə, heç normal yemək də yeyə bilmir. 1100 çatmır, düzdürmü? Hamilədə biraz da çox yuyulur sümükdən.
Ona görə bir hamiləlikdən sonra diş qalmır, saç qalmır, dırnaq soyulur və qan da qatılaşır. Nə edirik? Amanın günüdür, uzan tərpənmə. Uzan 9 ay tərpənmə və iynə vururuq. Qan durulaşdırıcı iynə vururuq. Başqa çıxış yolu yoxdur. Əslində adam özü hamilə qalmamışdan əvvəl bu prosesləri öyrənməli idi, bədəninə verməli idi və s. və ilaxırı. Hazırlıq işi görməli idi. Eləməyib, həmən vəziyyətdə o iynədən başqa çıxış yolu yoxdur. Həmən vəziyyət üçün olmalıdır. Artıq orada təcili yardım göstərilməlidir və belə də olur. Amma o proses axı davam eləyir, çatışmazlıq. O çatışmazlıq davam eləyir və uşaq bunun qarşılığında, bunu görəndə o uşaq nə olar? O uşaqda da istər-istəməz müəyyən çatışmazlıqlar olar və s. olar. Aydındır. Bəli, dişin təməli 5 aylıq hamiləlikdə qoyulur və ana 5 aylıq hamilə bunu tam qəbul eləməlidir. Bunu tam almalıdır. Sümükdən yuyulan kalsi tam parçalana bilmir. Qalır, qanın qatılığını artırır. Amma uzun müddət o qanda qalmır. Xolesterinlə birləşir, gedir damar divarına çökür. Yəni, damar kirəcini siz süni intellektdən soruşsunuz, tərkibi nədir? Əsas tərkib kalsi fosfat mürəkkəb formada verir. Kompleks halında xolesterin və yağla birləşir, oturur damar divarına. Bu proses hər gün gedir. Əgər adam soyuqda qalandısa, soyuq su içəndirsə, gedib onun böyrəyinə çökər. Yağlı yiyəndirsə axşama, üstündən şirniyyat yiyib, oturub televizora baxandısa, ödünə geyib daş kimi çökər. Həm ayaq üstə çox qalandısa, şpor, mahmız, taban şporu əmələ, ora çökər. Zobu iltihablanıbsa, sağalıbsa, çapıq yaranır, çapığın üstünə çökər. Həmən sümükdən yuyulan kalsi. Osteofit yazılır uzidə. Osteofitdə kalsifikasiya, kalsifikatlar oturur. Bronx problemi olarsa sağalar, o sağalmış yerlərə çökər. Prostat problemi olarsa sağalar, çapıq olar, çapığın üstünə çökər. Və bir çox yerlərə çöküntü kimi verər. Yəni, bunun aqibəti belə olur. Kalsidən itirdik abi, sümüyümüz kalsini itirir. O kalsinin əvəzinə sümüklərə qidadan bunlar çəkilir. Onlar da maraqlı maddələrdir, amma bizə lazım deyirlər. Stronsium, kadmium, qurğuşun və s. Bunlar yuyulmuş kalsisini itirmiş sümüyə yavaş-yavaş toplanmağa başlayır. Bunlar haradadır? Bizim qidada. Onlar da bizim qidadadır. Yəni, torpaqda var, hətta məsələn, havasatda da ola bilir olsun, sənaye tullantılarda var, ağır metallar otururlar, yavaş-yavaş oturur bizim sümüyümüzə. Kalsinin əvəzinə. Sümük, bunların molekulyar çəkisi böyükdür kalsiyə nisbətən. Qabadırlar, kobuddular. Sümük yavaş-yavaş ənənəvi formasını itirir, yavaş-yavaş tinli olur, kələkötür olur. Başlayır çıqqıldamaya, şıqqıldamaya, çaqqıldamaya, ağrı verməyə, yavaş-yavaş formasını dəyişir. Bu elə bil 2-ci dərəcəli artrozdur. 3-cü dərəcədə bunlar lap keçir bir-birinə, bir tərəfli, hətta bunlar nisbətən bir-birinə biri o yana, biri bu yana sürüşə bilir. 3-cü dərəcəli artroz artıq əməliyyatdır. Əməliyyat vaxtı nə edirlər? Bunu götürüb kəsirlər. Başqa yol da yoxdur orada. Kəsirlər, protezlə əvəzləyirlər. Amma bizim bədəndə o 206 dənə sümük 500-ə yaxın oynaq əmələ gətirir. Bu proses bütün oynaqlarda gedir. Aydındırmı? Sümüyə kalsin yerinə bunlar oturur. Bunların isə çatışmazlığında, ümumiyyətlə bunların deposu demək olar ki, minimumdur bədəndə. Bunların deposu yoxdur. Bunların yerinə birbaşa onları çəkir bədən. Orada siyahı biraz da böyüyür, arsen var orada, mışyak eşitmişsiniz də. Mışyak əsasən maqnezinin yerinə oturur, sinir sisteminə qədər oturur. Alüminium var orada, həm orada başqa şey, nikel var. Siyahı orada da böyüdür. Yavaş-yavaş bədənə bunlar yığılır. Bunlar yığıla-yığıla bədənə, bunların hərəsinin özünə uyğun törətdiyi fəsadlar var.
Məsələn, kadmi daha çox siqaret tüstüsündədir. Tütün bitkisi torpaqdan ən çox kadmini çəkən bitkidir. Siqaret çəkəndə o tüstüylə bir xeyli kadmium var. Mineralı, kalsisi çatmayan adam bədəninə tez oturur birləşmələrə. Elə bir ki, orqanizm aldanır, birləşməyə məcburan onu keçirdir. Aydındır, yəni bu qədər bəsit. Orqanizmə lazım olmayan maddələr ard-arda hər gün toplanır. İmmunitet düz işləmir. Mikrob əleyhinə immunitet düz işləmir. Xərçəng əleyhinə immunitet düz işləmir. İnsan halsızlaşır, yorğunlaşır. Məsələn, qurğuşunun sinir sisteminə sinkin əvəzinə oturur. Sinirlərin, belə deyək də, elektromaqnit sahəni qurğuşun boğucudur. Rentgen kabinetləri, məsələn, qurğuşunla izolyasiya olunurlar. Qurğuşun oturanda sinir sisteminə insan fokuslanması, adaptasiyası zəifləyir. Yəni, türklər deyirlər, odaklana bilmir insan bir prosesə. Məsələn, 3 Yahudi alimi və bir neçə başqa alimlərdə autizmin yaranma səbəblərindən birini qurğuşunun sinir sistemində toplanmağı kimi də qeyd edirlər. Sırf ancaq qurğuşun yaratmır, başqa şeylər də, amma isbatlayıblar, analiz aparıblar. Alimlərdən biri hətta autizmli uşağın saçların digər uşaqların saç tərkibi ilə müqayisə edib. Autizmli uşaqlarda ağır metalların miqdarı daha çox olur. Ağır metal da əsasən çatışmazlıqda bədənə toplanır. Dostlar, bu danışdığım proses bütün dünyada gedir. Yəni, bu təzə bir şey deyil. Bütün dünyada bu proses gedir. Qidada lazım olan şeylər get-gedə azalır. Lazım olmayan şeyləri bədən götürür özünə. Və xəstəliklər tezləşə bilər. İnsan tam keyfiyyətli həyat ortaya qoya bilmir. Məsələn, Parkinson bəzilərə yığılır, plastiklə bir yerdə. Orada plastik də var, o əlavə, əvəzləmə kimi yox, ümumiyyətlə bədənə toplanır. Bəzilərə yığılır, sonsuzluq problemi yarada bilir, erkən klimaks yarada bilir. Parkinson, mışyaq, alüminium beyinə yığılır, Alzheimer prosesləri sürətlənə bilir. Bunları özümdən demirəm, alimlər təhlil ediblər, məqalələr var, girib araşdırma da apara bilərsiniz. Orqanizmdə qlobalda gedən proses budur. Qidada lazım olan maddələr çatmır. Çatışmazlığın əvəzini orqanizm başqa şeylərdən əvəzləyir. Bu maddələr də orqanizm üçün zərərli və toksikidir. Bu qədər bəsit. Burada çıxış yolları nədir? Sizcə nə etmək olar ki, qidada lazım olan maddələri verə biləsən? Birinci çıxış yolu odur ki, çox yeyəsən. Çox yeyəsən də. Amma sizə deyim ki, laborator hesablamalara görə böyük bir həcmdə yemək yeyilməlidir. 40-50 kiloqrama qədər yemək yeyilməlidir. Bu katastrofikdir də. Bu bir insanın fiziki imkanında deyil. Qida əlavəsi bu ikinci real çıxış yoludur. Onunla bağlı izah verəcəm. Nədir qida əlavəsi? Və əslində qida əlavəsini dünya alimləri artıq son illərdə yeganə çıxış yolu kimi görürlər. Biraz plastikdən danışmaq istəyərdim. Yəni, dünya sularında demək olar ki, büsbütün plasmas tapılıb. Mikro hissəcikləri. Yəni, mikroplastik və nanoplastik deyirlər buna. Biz, məsələn, butulkana atırıq. Bu, haradasa Hind okeanı tərəflərdə çəkilən şəkildir. Yəni, realda var belə bir şey. Plastik, bu sintetik bir məhsuldur. Bunu planetin mikrobları emal eləyə bilmir. Çox az sayda mikrob var ki, yer altında ola plastik emal edir. Plastik tullananda təbiətə, təbiət öz gedişatı ilə plasmasdan plasmasa olaraq bir 100-250 ilə qədər vaxt tələb edir ki, onu emal eləsin. Amma tullantısı daha çoxdur yaxı. Biz sürətlə atırıq, tullayırıq, atırıq. O baxımdan da o torpağa qarışır, planetin sularına qarışır və demək olar yağış sularında da artıq plastik tapılır. Və bu plastik bizim bədənimizə geri dönüş eləmədən daxil olur. Yəni, tədbir görməsən özü çıxmaz. Biz quruluşsan elə qurulmuşuq ki, yəni plastik yaddır ora. O girir, çıxışı yoxdur. Yəni, tədbir görmək lazımdır ki, o çıxsın. O da əlavə fəsad törədir. Əsasən vəzilərə toplanır, bir də beyinə toplanır. Biraz da orqanlara toplanır. Yəni, bu dediyim problemli məsələlərdən əlavə olaraq, o da əlavə problemdir. Qaydırıq bioloji aktiv əlavələrə.
bioloji aktiv əlavələr bu əslində təzə bir şey deyil. Ötən əsr, hardasa 70 ilə yaxındır ki, var bioloji aktiv əlavə. Bu, çoxlu qidadan emal yolu ilə alınan lazımi maddələr. Və sol tərəfdəki maddələr var idi, 100-ə yaxın. Qida, bioloji aktiv qida əlavəsi həmən ərzaqları, həmən qida xammalını emal yolu ilə emal edirlər, lazım olan maddələri ayrılırlar. Yəni, bioloji aktiv əlavə budur. Yəni, bu qədər bəsit. Yenə deyirəm, mütləq xammal təbii olmalıdır. Bir var ki, sintetik yolla vitamin C istehsal edirsən, o başqa şeydir ya. Sintetik yolla B qrup vitamini istehsal edirlər, o başqa şeydir. Fərqli-fərqlidir. Məsələn, bitkilərdə B qrup vitamini var, əsasən dənli bitkilərdə. Biz oturaq bir qab dənli bitkilərlə dolu bir qida qəbul edək. Və səhərsi gündə götürək B qrup vitamini vuraq damara. Haçan ki, sintetiki vururuq, üzr istəyirəm, xaric olunanda tərdən də, ifrazatlardan da B qrup vitamini iyi gəlir. Çünki o sintetikadır, sintetik yolla alınıb. Amma bitkidən qəbul elədiyimizi bədən çıxartmır. Bədənə doğmadır, götürür. Və bioloji aktiv əlavədə də mütləq təbii xammal olmalıdır, sintetik yox. Prioritet məsələ budur. Bioloji aktiv əlavələr 100 ildir mövcuddur deyə, ona görə də bioloji aktiv əlavələri istehsal edən şirkətlər də çoxdur. Yəni, dünyada bəlkə 100-dən çox şirkət var ki, bioloji aktiv qida əlavəsi istehsal edir. Onların içində premiumları da var, məsələn, orta səviyyələr də var, çoxdur. İndi kiminsə adını pisləmək, tərifləmək, niyyətim o deyil. Məsələ nədir? Biz hər gün 1000 mg kalsium tələbatımız var. Hər gün. Özdə biz o kalsiumu bununla verə bilmərik axı bədənə. Məsələn, kalsiumlar var satışda. Kalsium CO3. Məsələn, mərmərdən, tabaşirdən və s. alınır. Bunu da biz bədənə versək, onun da üstündə bioloji aktiv əlavə yazılır. Məsələn, təbaşirdir, təbiidir. Sintetik heç nə yoxdur ki orada, düzdürmü? Amma orada olan kalsi bu haldadır. Onu parçalamayıblar, iyon halına salmayıblar. Biz bunu bədənə versək, eynə buradakı proses baş verir. Aydın oldu nə demək istəyirəm? Ucuzdur. Amma tam emalsızdır. Və bu da bədənə düşəndə eynən bunun aqibəti gözləyir bizi. Böyrəyə çöküntü verə bilər və s. və ilax. Yəni, o riskə sallıq özümüzə. Əgər sümükdə yiyilmə varsa, eyni vaxtda böyrəkdə daş varsa, biz bu formada, molekul formasında bioloji aktiv əlavə qəbul eləsi böyrək daşını artıracaq. Aydındırmı? Burada onun mənimsənilmə məsələləri var. Bioloji aktiv əlavələrin müntəzəm istifadə üçün nəzərə alsaq, 4 mühüm xüsusiyyətləri olmalıdır. Onları öz üçün qeyd edeyim. 4 mühüm xüsusiyyət. Birinci xüsusiyyət, xammal mütləq ekoloji təmiz olmalıdır. Təbii və ekoloji təmiz olmalıdır. Bu birinci xüsusiyyətdir. Xüsusən də ekoloji təmiz, radiasiyasız, geni dəyişilməmiş. Bu, təbii, ekoloji təmiz olmalıdır. İkincisi, xammal mütləq emal olmalıdır. Yəni, emalsız xammalın tərkibində bizə lazımi maddələr də var. O ikinci xüsusiyyət, orada yazılıb bəli. İkinci xüsusiyyət odur ki, xammal mütləq emal olunmalıdır. Onun tərkibində lazımsız hissə lazımlıdan ayrılmalıdır. Çünki, məsələn, biz sarımsaq yeyirik. Hər gün sarımsaq yeyə bilərik, 2 ay, 3 ay arda-arda. Nə baş verər? Qıcqırma, təzyiq, qaşınma və s. Niyə? Sarımsağın tərkibində bizə lazımsız maddələr də toplanmağa başlayacaq. Aydındırmı? Və o fəsad verəcək. Və istənilən hansı qida xammalını biz belənsi ardıcıl yeyə bilmərik. O baxımdan da bioloji aktiv əlavəyə də kimsə götürür hansısa bir məhsulu qurudub, üyüdüb, kapsula salıbsa, emal eləməyibsə, o bizim üçün problem olacaq. Müntəzəm qəbul eləyərkən, onun emal yükü düşəcək bizim bədənə.
Bədənimiz lazımlını lazımsızdan ayırmaq məcburiyyətində qalacaq. O lazımsızlar toplana bilər bizdə. Çünki o emal prosesinə də yenə bu maddələr lazımdır. Aydındırmı? Mütləq emal olmalıdır. Lazımsız hissə ayrılmalıdır. Üçüncü xüsusiyyət elementlərin ion halına gətirilməsi. Yəni, molekulun parçalanması, elementin ion halında olması vacibdir. Əgər kalsium molekul formada olarsa, bədənə biz verəriksə, sinki də molekul formada verəriksə, kalsiyini bədən parçalamaya ferment enerji ayıracaq, sink boşu-boşuna qanda qalıb çoxalacaq, çöküntü verə bilir. O baxımdan bioloji aktiv əlavanın tərkibindəki sink də, kalsium da, maqnezi də, selen də hamısı ionlaşmış olmayı daha məsləhətdir. Əks halda biri-biri ilə rəqabətə girəcək, çöküntü yaranma ehtimalı olacaq. Aydındırmı? İyon halında kalsium olarsa heç D vitamini lazım olmaz onun yeri beyri olunmağına. Tam özü belə deyək də aktiv formada girəcək. İyon halında olarsa sinklə kalsium baha mücərəyə girəcək, yanaşı. Aydındırmı? Mütləq iyon halında olmalıdır. Söhbət müntəzəm qəbuldan gedir. Yəni bir dəfəlik qəbul üçün o şərtlərə baxmasız da olar. Müntəzəm qəbul üçün şərtlər vacibdir və ən sonuncu bioloji fermentasiya. Bioloji fermentasiya bu da ayrı bir xüsusi prosesdir. Demək, fermentasiya nə deməkdir? Xam malın mənimsənilən hala gətirilmə vəziyyətidir. Məsələn, 30 yaşdan, 35 yaşdan sonra çox adamlar südü yeyə bilmir, süd içə bilmir. Süd içəndən sonra köp narahatçılıq olur. Bu, həmən insanların bağırsağında laktaza fermentin çatışmazlığı ilə bağlıdır. Amma eyni həmən adam süd məhsulunu yeyə bilir. Məsələn, qatıq rahat yeyir. Pendiri rahat yeyir. Çünki qatıq, pendir fermentasiya olunub. Çöldə onu mikroblar fermentləşdirib, mikroblar onu parçalayıb, mənimsənilən hala salıb. Eynən körpə uşaq hiss eləmiş istəməsəm, ana südünü yeyir, sonra biraz qaytalanda o süddən qatıq iyi gəlir. Görürsən ki, uşağın mədə bağırsağı onu emal edir, qatığa çevirir, bəli. Çürümüş südü oxşur, qatıq elə bil onu çürüdür, emal edir, mənimsəyir. Buna deyilir təbii fermentasiya. Bir dənə də fermentasiya növü var, kimyasal fermentasiya. Kimyasal fermentasiya olunmuş süd, qatıq eləsin onun kimyəvi, o bir ayda qala bilər. Bir ayda qalır və heç bir dəyişiklik olmur, heç mikrob da onu yemir. Təbii fermentasiya olunmuş 3 günə qızqırır, 4 günə qızqırır. Çünki mikroblar üçün doğmadır, onu tez yeyirlər mikroblar. Amma kimyasal fermentasiya olunmuşu mikrob yemir. Mikrob üçün yaddır o. Eynən çörək. Bir var ki, məsələn, acı xəmirə ilə acımış çörək. Bir də var ki, məsələn, bəli, kimyəvi qatqılarla gəlmiş xəmirdən bir şey. Hətta adamın özünü hiss eləməkdə fərq var. Məsələn, kimyəvi fermentasiya olmuş xəmirdən bişən çörəyi yeysən, ağırlıq ola bilir, köp ola bilir, diskomfortdur. Amma acı xəmirə ilə olanda hiss edirsən ki, adam rahat olur, yüngül olur. Bioloji aktiv əlavə də mütləq bioloji fermentasiya olunsa daha yaxşıdır. Qətiyyən orqanizmə onun yükü düşməz. Orqanizm tam onu mənimsəyər. Bu 4 parametrə cavab verən şirkət çox azdır. Olduqca azdır. Yəni, barmaqla sayılasıdır. 3 parametrə cavab verən şirkət biraz var. Amma yuxarıda 2 dənəyə cavab verən şirkət çoxdur. Bizə lazımdır ki, əgər biz canımızı, da ikinci can yoxdur ki, zapas. Bir dənə canımız var da, uşaqlarımızın da, ailəmizin də bir canı var. Biz yaxşı olar ki, 4 parametrin hamısını axtaraq. Bu 4 parametrə cavab verən şirkət azdır. Onlardan biri TNS-dir. Ümumiyyətlə, dünyada bioloji aktiv əlavə qəbuluna maraq artır. Yaponlar 90% əhali ilə, Amerika, Asiya ölkələri, Avropa ölkələrində müntəzəm bioloji aktiv əlavə ilə bu maddələri bədənə verən insanların sayı günü-gündən artır. Və rəqəmlər artır. Rusiyada da istifadəçilərin sayı artır. 10-15 ilə ümumiyyətlə bioloji aktiv əlavəsiz sağlam qalmaq mümkün olmayacaq iddiasını sürürlər. Ümumdünya Səhiyyə Təşkilatının
Bunlar hamısı məlumatlardır. Yəni özümdən heç nə demirəm. 10-15 ildən sonra ümumiyyətlə bioloji aktiv alava zərurətə çevriləcək. Bayaq dediyim kimi hamilənin qabaqcadan gərək hazırlıq gedə, müəyyən işlər gedə, hamiləlik dövrü də müəyyən qulluq ola, uşaq dünyaya gələndən sonra uşağa da müəyyən maddələr verilir. Yəni bütün yaş və fəaliyyət kateqoriyalarında rəqəmlər fərqlidir. Mən orada orta rəqəmləri yazmışım. Bəli, ən azından. İkinci hamiləliyə ümumiyyətlə uşağa bir şey qalmır. Amma bizim dədə-babalarımızın dövründə bir ailədə 4-dən, 5-dən, 6-dan yuxarı uşaq olurdu. İndiki dövrdə bu fiziksel belə çətinləşib. Hələ bunun mənəvi psixoloji tərəfini demirəm. Fiziksel belə çətinləşib sırf maddələrə görə. Yəni başqa bir səbəb yoxdur. Maddələri versən heç bir problem olmaz. TNS bayaq dediyim 4 xüsusiyyətə cavab verən şirkətlərdən biridir. Az saylı şirkətlərdən biridir. Uzun illərdir dünya bazarına öz məhsullarını çıxardır. 190-dan yuxarı ölkədə mal məhsulunu yayımlayır, insanlar tərəfindən istifadə olunur. 50 milyon ailədən çox istifadəçiləri var. Bir ailədə məsələn 4-5 nəfər nəzərə aldıq. Yəni 200 milyondan yuxarı istifadəçiləri var. İstifadəçi sayı get-gedə artır. Məhsulların keyfiyyətinə nəzarət və s. məsələləri yüksək səviyyədə qoruyub saxlayır. Sertifikatları da var, halal sertifikatına qədər. İstəsəniz sonda tanış ola bilərsiniz. Məhsullar şərti olaraq, bayaq dedik ya, yadınızdadır da, bədənə lazım olanları verməliyik. Onlar tamamlamadadır. O qrup məhsullar tamamlayıcı adlanırlar. Yadınızdadır, bayaq dedim, lazımsız maddələr bədəninə toplanır. Onları çıxartmaq üçün təmizləmə istifadə eləmək lazımdır. Təmizləyicilərdən məsələn, birinin adını çəkə bilərəm. 2025-ci ildə Yaponiyanın Tokai Universiteti bütün dünyaya bəyan elədi ki, xitozan adlı preparat orqanizmdən mikroplastiki çıxara bilir. Cəmi bir il bundan qabağın rəsmi tədqiqatıdır. Alimlərin adları yadımda qalmır, amma rəsmi bəyanat oldu ki, xitozan orqanizmdən mikroplastiki çıxara bilir. Başqa, belə deyək də, preparatların da üzərində işlər gedir. Yəni, bəzi preparatlar var ki, mikroplastikin təsirini zəiflədir, amma xitozan konkret çıxardır bədəndən. Xitozanla bağlı bizim ölkə alimlərinin də tədqiqatları var. Yəni, xitozan sudan və orqanizmdən ağır metalları çıxardır. Bizim ölkə alimlərinin xüsusən sudan ağır metalları çıxartmaqla bağlı tədqiqatlar var. Tibb Universitetinin alim, bizim Tibb Universiteti alimləri tərəfindən elmi tədqiqat əsasında məlum olub ki, xitozan kalsiumla yanaşı sümük regenerasiyasını bərpa edir. Bu rəsmi tərəflərini istəsiniz biz sizə təqdim edərik. Yəni, bu xitozanın xam malı Yaponiyadadır. Bizim şirkət də Yapondan xam malını alır. Bayaqki 4 kriteriya uyğun olaraq emal edir, bioloji fermentasiya edir və istifadə üçün hazır vəziyyətə gətirir. Təbii ki, bu tullantıla toksinləri bədəndən, ağır metalları bu çıxartmaq üçün biz lazım olan maddələri verməliyik. Aydındırmı? Yəni, biz sinki gərək bədənə verək ki, xitozan qurğuşunu oradan çıxara bilsin. Xitozanı, belə deyək, tətbiq eləməsək, ancaq sink versək, qurğuşun bədəndən 10-30 ilə çıxa bilir. Bədəndən deyəndə sümük toxumasından. Ağır metallar çox oturur orada, amma xitozanla müddəti tezləşdirmək olar. Yəni, təmizləmə və tamamlama prosesi, bunlar bahəm, yanaşı getməyi daha məqsəd uyğundur. Birini verib digərini saxlamağın mənası yoxdur. Biz il boyu bu xitozanı istifadə edirik, illərdir. Profilaktik məqsədlə ki, o plastik hər şeydə var da bugün. Məsələn, salafanla yeməyi örtürlər toylarda. Onun da tərkibində, bəzi olanın da falqanın tərkibində alüminium var. Hamısı çatışmazlıq fonunda toplanır bədənə. Məcburi biz bunu qəbul edirik. Onları verməklə yanaşı. Sink çox, baxır, iyon halında çox olanda yerbəyir olunur. Molekul halında çox olanda mislə rəqabətə girir.
Əsasən mislə rəqabətə girir, misi məğlub edir. Amma kalsiumda sinki məğlub edir, molekulyar halda olanda. İyon halında olanda problem olmur. İyon halında yəni çox vermək də olmur. Bizim sinkin 60 kapsulasında hər kapsulda 1,2 mg sinkli var. Hər kapsulunda. Biz 8 qida ilə alırıq, 12 çatmır. Ən azından 8 kapsul gərək gündə qəbul edək. Hələ normanı verək. Bu normanın ortasıdır. Abituriyentdə rəqəm artır. Yaşlı adamda rəqəm artır. Hamilədə rəqəm artır. Ona görə belə də normanı aşmaq indiki dövrdə çox çətin bir məsələdir. Hə. Məsələn, bu kalsium tamamlayıcı məhsullardan biridir. Uşaqlar üçün hazırlanıb əslində sürətlə böyüyən uşaq orqanizminə hesablanıb. Uşaqlarda bəli, bu rəqəm çoxdur. Böyüyən uşaqda da 1200-1500-dür. Digər maddələrin də tələbatı üçün orqanizm tikilir axı. Və bunun bir paketində 400 mg-a yaxın kalsium və ona uyğun digər maddələr var. Maqnezi, xüsusən D vitamini var, hamısı içindədir və iyon halındadılar. Bunun 400-ünü biz versək, yenə də tamamlanmır. Düzdürmü? Məcburi ən azı 2 paket verməliyik. Məcburi 2 paket, xüsusən də imtahana hazırlıq dövrlərində, məsələn, belə deyək də kritik vəziyyətlərdə ən azı 2 dənə verməliyik. Başqa yolu yoxdur. Yəni, tamamlayıcılardan biri bu. Tək uşaq ya böyüklərə də aiddir. Hamilə qadınlar istifadə edə bilər, çox yaxşı təsir edir. Abituriyentlər istifadə edə bilər, zehinsel çox yaxşı effekt verir. Dadı da yaxşıdır, vanilli tort dadı verir. Tam emal olunub, bütün dediyim parametrlərə uyğundur. Bütün o 4 kriteriyə uyğundur. Digər orada tamamlayıcı məhsullar da var. Maqnezium tək olmur da o çatışmazlıqlar. Məsələ nədir dostlar? Bu 100 maddələrin var. İndiki dövrdə birinin çatışmazlığı olmur. Ki biz birini verək çözək problemi. Total çatışmazlığı var. Qidada həm kalsi çatmır, həm maqnezi çatmır. Və bir maqnezini verəndə orqanizm özü çaşbaş qalır ki, digəri çatmır. Yəni indi məsələn ancaq maqni 5S bir dənə onu verməklə, B qrup vitamini 10 neçə dənə, bir dənə B6-nı verməklə də iş düzəlmir. Digərləri də lazımdır yaxı orqanizmə. O baxımdan yəni şirkətlər kompleks yanaşırlar. Məsələn, bunun tərkibində o 100 maddənin 60-70-i var. Ki, orqanizmə lazım olanları verir. Amin turşulara qədər var. Ki, uşağın sağlam böyüməsi üçün, sonra yaşlı adamlar üçün ürək qüvvətləndirici kimi yaxşı effekt verir. İdmançılarda əzələ gücünü artırmaq üçün. Başqa tamamlayıcı məhsullar da var. Bərpa edici məhsullar seriyası da maraqlıdır. Onlar hansısa mövcud problemləri belə deyə də fəsadsız bərpa edirlər. Məsələn, insanda mineral çatışmazlıqları var, selen çatışmır, sink çatmır, onun immun sistemi düz olmaz. Yavaş-yavaş onda məsələn qrip də fəsadlaşar, bronxit də fəsadlaşar, yavaş-yavaş olur bronxial asma. Səbəb nə idi? Mineral çatışmazlığı, düzdürmü? Mineral çatışmazlığı ilə yanaşı bərpa edici məhsullardan tətbiq eləyəndə adam mineralları doldura-doldura, bərpa edici də orada öz işini görə-görə tədricən asma problemləri də adamdan sovuşub keçər. Məsələn, əgər ildə 2 dəfə, 3 dəfə pürüstüf olurdusa, məsələn, ildə bir dəfə olar, sonra 2 ildə bir dəfə olar, yavaş-yavaş o problemlər də ondan çıxar. Əsas məqsəd lazım olan maddələri verməkdir və bərpa edicilər də orada girib, belə deyək də, özünə məxsus işlər görürlər. Məhsullarla ətraflı siz fərdi şəkildə araşdırırsınız, maraqlansınız, daha yaxşı olar. Əməkdaşlarımız köməkliyi göstərərlər. Hər bir məhsulla bağlı geniş bir saatlıq söhbət var. Profilaktika artıq tam sağlam, o 5% var idi əhali, tam onlara aid. Hesablanmış formada onlar lazım olan maddələri versinlər bədənə. Hətta tam sağlam adamı götürsək, onun gündəlik tələbatı fərqli ola bilər. Sən yol qət elədi, harasa getdi, zehinsel yükü oldu, rəqəmlər onun üçün artar. Evində istirahət elədi, rəqəmlər belə olar. Və insan sadəcə bunları öyrənib istifadə eləməyi lazımdır. Vəssalam. Çətin bir şey yoxdur. Sağlamlaşdırıcı cihazlar, bunlar da ayrı bir seriyadır. Cihazlarla bağlı qısa məlumat verərəm. Cihazlar müasir insanın tələbatına uyğun hazırlanıb. Müasir insanın ən böyük, belə deyək də, gün ərzində inteqrasiya olduğu cihazlardır. Müasir insan telefona, texnikaya inteqrasiya olub,
Və bu telefon texnikanın onların elektromaqnit sahəsi var. Onlar bizim elektromaqnit sahəmizlə üst-üstə düşmür. Yəni bizim biologiyamıza onun sahəsi düz gəlmir. Və texnika ilə təmasda biz çox olarkən özümüzü get-gedə zəif və halsız hiss edirik. Bu qanda müsbət iyonların sayının artması ilə əlaqəlidir. Mənfi iyonlar ona balans yarada bilmir və bu müsbət iyonlar yavaş-yavaş damar divarını belə bombalayıb orada kiçik sızaqlar yarada bilir. O sızağın üstünə tromb otura bilir, üstünə də kirez otura bilir. Yəni proses belə deyə də bir gün içində təbii ki baş vermir. Texnikadan, ünsiyyətdən sonra istənilən adamın rəngi ağarır, halsızlaşır. Düzdürmü? Bu cihazlar sırf birinci hazırlanıblar texnikanın fəsadını götürməyə. Plus texnikaya inteqrasiya olunmuş insan hərəkətini azaldır. Bugün uşaqlar belə 50 il bundan əvvəl həyatda oynadıqları oyunları telefonda onlayn oynayırlar. Uşaq ikən belə əzələ sistemi işləməlidir, qan dövrənəməlidir ki, böyüsün, onu eləmir. Bəli, oturur pasiv şəkildə evdən sonra çıxarda bilmirsən uşağı. Yalvarırsan ki, gedək gəzək, gedək filan şey eləyək. Tərzi odur. Və texnika ona hesablanıb ki, onun o verə biləcək qan dövranını versin. Məsələn, qan və enerji dövranı stimulatoru, QETS aparatıdır. Onun üstündə 15 dəqiqə qalmaqla 5 kilometrin orqanizmə verə biləcək effekti almaq olur. 5 kilometrdə yandırdığımız kalorini o yandırmır. Adam biz 5 kilometr durusu qaçsaq, 5 kilometr qaçandan sonra özümüzü gümrah hiss eləmərik. Yorğun hiss eləyərik, əzgin hiss eləyərik. Düzdürmü? O yandırdığımız kaloriya görədir. Bu cihaz o maddələri yandırmır. Mineralları itirmir. Cihaz onun verə biləcəyi effekti verir bədənə. Qan dövranını sürətləndirir, enerjinin dövranını sürətləndirir. Və səhər saatlarında biz 15 dəqiqə qalmışıqsa, axşama qədər özümüzü gümrah hiss edirik. Plus bizim elektromaqnit sahəmizi tam bərpa edir. Aparat bir neçə iş üslubunu özündə cəmləşdirir, fizioterapevtik üsulları. Biri refleksoterapiyadır, eşitərsiniz yəqin, akupunktura, iynə batırma. Birinci funksiyası odur. Üstündəki çıxıntıların hesabına ayağın altındakı və əlin içindəki bioloji aktiv nöqtələrə təsir eləməklə orqanların işini nizama salır. Akupunktura effektinə əsaslanır. İkincisi, maqnitoterapiya işi görür. Elektromaqnit sahəni bərpa edir, mənfi maqnitin təsirini götürür. Üçüncüsü, termoterapiya işini görür. Üstündəki bu qırmızıların hesabına infraqırmızı şüalanma verir, toxumaları qızdırır, qızdırmanın hesabına terapiya edir. Və dördüncüsü, vibroterapiya edir. Vibrasyon titrəyiş, bizim ritmimizə uyğun, bioloji ritmimizə uyğun vibrasyon titrəyişlərlə orqanizmin qan dövranını nizamlayır. Yəni, gözəl cihazdır, ev həkimi kimi işlətmək olar. Bu cihazın mini versiyasıdır. Amma biraz çox funksiya daşıyır özündə. Yəni, bu portativdir, daşımaq olur. O böyüdür, evdə qoyursun. Bu portativdir, cibə çantaya qoydun, apardın. Eynən akupunktur işini görür. Nöqtələrin yerini bilmək vacibdir. Cihazı gəzdirirsən, özü tapır. Bu cihaz 8 qızıl medal alıb, sırf o akupunktur funksiyasına görə. Əlavə onun kimi infraqırmızı şua terapiyası eləyir, ultrabənövşəyi şua terapiyası eləyir, vibromasaj eləyir, dərin toklarla terapiya eləyir, səthi toklarla terapiya eləyir. Yəni, bu da yaxşı, gözəl cihazdır. Bu cihazda, kosmetik cihazda buna oxşar funksiyalar daşıyır. Bunda bir dənə akupunktur iş yoxdur. Qalan digər funksiyaları var. Qırış açır, qan dövranını nizamlayır, yorğunluğu çıxarır, üz masajı effekti edir, çiska effekti göstərir. Yəni, cihazlar belə. Bu qolbaq bəsitdir, içinə maqnit işlənib. Həmən maqnitlər sırf bizim bioritmimizə hesablanıb. O qolbağın kəsiyindən, içi ilə qolumuza taxanda damarlar gedir ora-bura. Və həmən damar axarkən o elektromaqnit sahə ki, qolbaq yaradır, onun təması nəticəsində iyon balansı normallaşır və texnikanın mənfi təsiri aradan qalxır. Yəni, bu qədər. Onu deyim ki, bu cihazda hətta əlavə funksiya var, mənfi iyon verir bədənə. Yəni, texnika ilə təmasdan sonra həmən funksiyanı qoşub dərhal balansı düzəltmək olur. Bunda ayrıca funksiya da var. Yəni, cihazlarla da bağlı belə. Burada gigiyenik vasitələr də var. Dostlar,
danışdıqlarım aydın oldu. Bu məlumatları 18 ildir ki, özümdən danışım, təhlil edirəm, araşdırıram, tək deyiləm, istifadə edirik, həkim dostlarımız var, istifadə edirik, razıyıq, araşdırmağa da davam edirik, sevə-sevə. Çünki bunun elmi tərəfi də maraqlıdır ki, gələcək nəsillərimizə də bunu öyrədək, başa salaq. Dünyada bu tendensiya gedir artıq. İndi sizə bunun pul tərəfi ilə bağlı danışmaq məcburiyyətindəyəm. Çünki madəm biz bunları müntəzəm istifadə eləməliyiksə və yaxşısını eləməliyiksə, o 4 parametr uyğunun, bu maddi tərəfi də bizi maraqlandıracaq. Maddi tərəfində vəziyyət belədir ki, şirkət nəzərə alıb o işləri. TNS şirkəti reklama pul ayırır. Amma reklama pul xərcləmir. Yəni, siz reklam şitlərində, keçidlərdə, televiziyada TNS-in reklamını görməzsiniz. 2002-ci ildən bizim ölkədə rəsmi qeydiyyatdadır və fəaliyyətdədir, məhsulları satılır. Amma rəsmi belə bir elana, reklama çıxmırlar. Hansısa bir fərdi əməkdaş öz vəsaiti hesabına nəsə eləyə bilər, onunla işim yox. Şirkət qlobalda reklama pul ayırır, amma reklama çıxmır. Bu reklama ayırdığı pulu öz istifadəçilərinə endirim kimi təqdim edir. Endirim verir. Böyük bir hissəsini endirim verir. Burada endirim növləri var. Var 10% endirim, 20% endirimli, 30% endirim fürsəti. Onlarla tanış olarsınız. Yəni, çətin bir şeylər deyil. Qeydiyyata düşən kimi bir endirim eləyir. Bu paketlərdən sonra əlavə endirim eləyir. Böyük endirimlər olur, yaxşı endirimlər olur. Endirimdən əlavə şirkət hədiyyə və bonus tətbiq edir. Hədiyyə bonus da elə reklama ayrılacaq pulun hesabınadır. Məsələn, müxtəlif aylarda müxtəlif kampaniyalar ola bilər. Necə ki, marketlərdə kampaniyalar keçirdilər. Nə bilim, bu qədər mal alına, bu qədər bu hədiyyə. Eyni şeylər burada da var. Yəni, endirim plus hədiyyə bonus istifadə edəndə ciddi endirim olur. Bundan əlavə, şirkət tövsiyəyə görə də əlavə gəlir verir. Düzdür, endirimdən qat-qat azdır tövsiyə gəliri. Endirimi can yiyəsinin özünə edir, yəni alıcının özünə edir. Çünki pul alıcının cibindən çıxır. Amma tövsiyə eləyənə də kiçik orada bonus verir. İş burasında da tövsiyə eləmək üçün adam məhdudiyyəti qoymur. Demir ki, sən bir nəfərə tövsiyə elə. Bir nə qədər çox adama tövsiyə eləyə bilirsən, bir o qədər yaxşı. Onun hesabına tövsiyə bazarı yaranarsa, o da tək adamla qurulmaz. Bir neçə adamlar, ağıllı başlı adamlar yığışıb, tövsiyə bazarının hesabına müəyyən bir iş qura bilərlər. Hə, adam sayı çoxalarsa, balaca orada rəqəmlər də nəticədə yaxşı bir effekt verə bilər. Yəni, bu qədər. Burada karyera məsələləri də var. Karyera məsələləri burada artıq böyük bir istehlak şəbəkələrindən söhbət gedir. Onsuz da tələbat artır. Yəni, onsuz da belə şeylərə tələbat artır və şirkət karyera imkanları da verir. Karyeranın tam incəliklərinin sabahki gün eyni vaxtda Bəxtiyar müəllimin təlimində işlə bilərsiniz. Orada geniş söhbətlər gedir. Deyim sizə, heç karyera olmasa belə, sırf bunlardan istifadə olunsa, yetərincə evə almaq üçün, sağlamlığı, ailəvi qorumaq üçün burada güzəştlər var. Karyera imkanlarından istifadə olunanda deyim ki, ciddi gəlirlər də əldə eləmək olur. Onunla bağlı sabahki təlimdə diqqətlə qulaq asa bilərsiniz. 2008-ci ildə bu şirkətlə özüm tanış olmuşam və o vaxtdan bu vaxta qədər sevə-sevə istifadə edirəm. Çoxlu sağlamlıq problemlərim olub. Dostlarım da elə həkimlər olub, onların da sağlamlıq problemləri olub. Onlar da istifadə ediblər, özüm də istifadə eləmişəm. Yəni, şükürlər olsun, demək olar ki, problemlərin hamısından qurtula bilmişik, hamısından. Yəni, istifadəsi bəsitdir, sadədir. Amma belə deyək də, araşdırmaq lazımdır. Bəzi orada dozalar və s. Məsələn, ailədə hər adam üçün ayrı-ayrı ola bilər, məhsullar ola bilər, fərqlənə bilsin. Ümumi istifadə olunan məhsullar da var,
fərqli yanaşmalar da ola bilər ki, yəni ailəmizin sağlamlığını və uzun ömrünü tam təmin edə bilərsiniz. Diqqətinizə görə çox sağ olun. Siz sağ olun.